Salam, əziz dinləyicilər, bizim növbəti mövzumuz Çin 19-cu əsrdə mövzusu olacaq. Çin 19-cu əsrdə. Gəlin baxaq, burada xronologiyanı da qoymuşam ki, burada yenə də əsas məqamlara bir yerdə diqqət yetirək. Çinin dərsimiz belə başlayır. Ağ ölümlə mübarizəsi. Biz deyirik ki, Böyük Britaniya necə Hindistanı Ost-Hind şirkəti vasitəsilə idarə edirdi. Eynən Çini də Ost-Hind şirkəti vasitəsilə həm işğal edibdi, həm də idarə edirdi. Və burada Ost-Hind şirkəti tiryək ticarəti ona xeyli gəlir gətirirdi. Yaxşı, tiryək ticarəti gəlir gətirirdi. Yaxşı, buna görəsən Çin hökuməti özü icazə verirdimi? Bizim artıq yenilənmiş dərsligimizdə oxuyanda biz belə bir nəticəyə gəlirik ki, bəli, Çin hökuməti buna icazə verib. Çin hökuməti dedikdə görə Çin hökumətini hansı sülalə idarə edir? Çin hökumətini idarə edən sülalə Mancur Tsin sülaləsidir. Mancur Tsin sülaləsi hakimiyyətdə olmuşdu 1644-cü ildən 1912-ci ilə qədər hakimiyyətdə olmuşdu. Hakimiyyətin ilk illərində ölkəni ətraf aləmdən təcrid etmə siyasəti irəli sürmüş. Sonradan bu ingilislər tərəfindən gətirilib burada tiryək satılandan sonra artıq öz qapılarını açmağa başlamışdı. Və deyir ki, Çinə tiryək gətirəndə Mancur Tsin hökuməti bunu qəbul eləmişdi. O cümlədən bəzi yerli məmurlar da tiryək satışına qarşı deyildilər. Nə Mancur Tsin hökuməti, nə yerli məmurlar. Çünki onların mənafeyinə uyğun idi və onlara yaxşı pul qazandırırdı bu. Və bir müddətdən sonra bu Çinin də bir yerli əhalisi və yaxud da yerli cəmaatın canına yanan, cəmaatı bir xalqı sevən ziyalı təbəqəsi var. Həmin ziyalı təbəqə həmin tiryəkin gətirib satılmasına qarşı idilər və onlar öz belə deyək də təzyiq göstərirlər bir növ, yəni hökumətə təzyiq göstərirlər və hökumət bu təzyiqdən sonra 1800-cü ildə belə bir qərar qəbul edir. Deyir ki, artıq Çin ərazisindən gətirib tiryək satmaq qadağandır və yaxud da ki, tiryək ticarəti 1800-cü ildə Çin hökuməti tərəfindən qadağan edildi. Bu da ziyalı təbəqənin və yaxud da ki, ziyalı şəxslərin, mütərəqqi fikirli əyanların səyi nəticəsində olmuşdu. Yaxşı, bu ticarət qadağan edildi. Ticarət qadağan edildisə, bəs sonra nə baş verdi? Gəlin buna baxaq. Deyir ki, ticarət qadağan edildikdən sonra qaçaq yollarla gətirib yenə də tiryək satırdılar. Qaçaq yolla. Və bu qaçaq yollarla tiryəkin satılması əlbəttə ki, həm Çin hökumətini qəzəbləndirirdi və hətta Çin hökuməti ingilislərin faktoriyalarına qaçaq yolla gətirilən malları gecə ilə müsadirə etmişdi. Yəni müsadirə edirdi. Yəni o Çin hökuməti deyir ki, ay İngilis, mən qərar vermişəm ki, artıq tiryəkin satışı qadağandır, satmaq olmaz, ticarət etmək olmaz, amma bu qaçaq yollarla gətirilir və həmin qaçaq yolla gətirilən məhsullar da deyir ki, müsadirə olundu və bu müsadirənin olunması İngilislə Çin arasında toqquşma ilə nəticələnir və İngilis-Çin münasibəti pisləşir və ən nəhayətində sonda tiryək müharibəsinə gətirib çıxarır. Birinci tiryək müharibəsi 1840-1842-ci illəri əhatə edir. Birinci tiryək müharibəsində Çin məğlub olub İngiltərə ilə Nankin müqaviləsini imzalanmışdır. Və bu müqavilənin nəticəsində siz burada görürsünüz ki, Çin yarım müstəmləkəyə çevrilməsinin əsası qoyulmuşdur. Nankin müqaviləsinin gələn şərtlərinə də baxaq. Nankin müqaviləsinin şərtlərində nə deyilirdi? Nankin müqaviləsinin şərtlərində deyilirdi ki, Çin İngiltərəyə böyük məbləğdə təzminat ödəməlidir. Hong Kong deyir ki, verilir. Hong Kong şəhəri İngiltərə mülkiyyətinə keçdi və 1997-yə qədər İngiltərə mülkiyyəti olubdu Hong Kong. Sonra deyir ki, Çin 5 limanını ticarət üçün ingilislərə açırdı və Çin ingilislərə güzəştlər verir. O cümlədən onlara ingilislərə ekstoriyantlıq hüququ verir, yəni toxunulmazlıq hüququ verir. Bu Nankin müqaviləsinin şərtidir. Nankin müqaviləsinin şərti Çin təzminat ödəyir. Hong Kong ingilislərə verilir, 97-yə qədər ingilisdə olur.
Çinin 5 limanı ingilislərin üzünə açıqdır. O cümlədən də ingilis tacirlərinə Çin ərazisində eksporyantlıq, yəni toxunulmazlıq hüququ verilir. Bu da onun yarım müstəmləkəyə çevrilməsinin əsasını qoydu. Sizdən soruşsa ki, əsas nə vaxt qoyulub? Bunu 1842-ci il götürəcəksiniz. Və sonra da digər ABŞ və Fransa ilə də bu cür qeyri-bərabər hüquqlu müqavilələr imzalanmışdır. Bu belə. İndi orada ardıcıllığı qorumaq xətrinə mən danışacağım Tayfinlər hərəkatına. Unutmayın ki, 1850-1864-cü ildə Çində Tayfinlər hərəkatı olubdur və bu 1850-64-cü Tayfinlər hərəkatının gedişində İkinci Tiryək müharibəsi də baş verib. Yəni İkinci Tiryək müharibəsi 1856-60-cı ildir. Yəni bu Tayfinlər hərəkatının gedişində baş verən müharibədir. Gəlin Tayfinlər hərəkatı ilə başlayaq. Tayfinlər hərəkatı, ümumiyyətlə Tayfin sözlüyü Çincə mənası böyük saadət dövləti deməkdir. Nəyə görə Tayfin hərəkatı başlamışdır? Yenə oxşar məqamlara gəlirik. Deyir ki, Mancur sülaləsinin və yaxud da Tisin sülaləsi də 2 dənə variant yaza bilər imtahanda. Tisin sülaləsi də yazıla bilər, Mancur da yazıla bilər və yaxud da Mancur Tisin sülaləsi ikisi bir yerdə də yazıla bilər. Mancur Tisin sülaləsinin ağır vergi siyasətinə görə məhz bu hərəkatdır başlamışdır. Bu hərəkatın nəticəsində ilk əvvəl bu hərəkat uğurlu olmuşdu. Vergilər azaldılmış, qadınlara kişilərlə bərabər hüquqlar verilmişdir. Bu müharibənin gedişində, yəni bu hərəkatın gedişində 1856-cı ildə başlamışdı İkinci Tiryək müharibəsi. 1856-cı ildə başlayan İkinci Tiryək müharibəsi səbəbi nədir? Birinci Tiryək müharibəsindən gözü doymayan İngilis və Fransız deyir ki, bizə yeni güzəş və hüquqlar ver və biz Çin sularında sərbəst üzək və Çin çaylarında sərbəst üzərək öz tiryəkimizi sataq. Və 1842-ci ildə imzalanan və 1844-də imzalanan müqavilələrin şərtlərinə yenidən baxaq. Bu əlbəttə razılaşmır Çin hökuməti bu məsələyə razılaşmır və 1856-cı ildə başlayır İkinci Tiryək müharibəsi. Baxın, Mancur Tisin sülaləsinin hakimiyyəti dövründə həm Tayfinlər hərəkatı başladı, həm birinci Tiryək müharibəsi, sonra Tayfinlər hərəkatı. Və Tayfinlər hərəkatının gedişində də yenə eyni şey deyəcəm, İkinci Tiryək müharibəsi olur. Yəni artıq Mancur həm Tayfinlərə qarşı mübarizə aparır, həm də İkinci Tiryək müharibəsində İngilis-Fransa qarşı mübarizə aparır. Ya bu müharibədə də uduzan tərəf yenə İngilis, yəni məğlub olan tərəf yenə İngilis olur, Çin olur, üzr istəyirəm. Və 1860-cı ildə Çin hökuməti məğlub olaraq İngiltərə və Fransa ilə qeyri-bərabər hüquqlu müqavilə imzalayır və tiryəkin açıq satışına icazə verilir. Çin əvvəl İngiltərəyə təzminat ödəyirsə, indi Fransaya da təzminat ödəyir və ən əsas məsələ Çin deyir ki, İngilis və Fransız təbəələr Çin ərazisində sərbəst hərəkət edə bilir və Yansızı çayı vasitəsilə də ticarət edə bilərdilər. Və bu dövrdə də yenə eyni şey deyirik. 1860-cı ildə Pekin müqaviləsi imzalanıb. Pekin müqaviləsində yenə məğlub olan tərəf Çindir və təzminat ödəməlidir və Yansızı çayında ingilislər ticarət etməlidir. Amma Yansızı çayında əsas hökmranlıq Tayfinlərin əlindədir. Və bundan sonra ingilislər bunların belə deyək də mənafeyinə uyğun gəlmədiyinə görə qərara gəlir ki, Mancur Tisin hökumətinə kömək edir ki, Tayfinlər hərəkatını Mancur Tisin hökuməti yatıra bilsin. Və məhz bu ingilislərin köməkliyi ilə 1864-cü ildə Tayfinlər hərəkatı yatırıldı. 1864-də. Bax, bizim nəzər yetirəcəyimiz əsas məqamlar bunlardır. Sonra burada gəlirik bir digər məqama. Burada bizim diqqət yetirəcəyimiz bir digər məqam 1884-1885-ci ildə həm Çinlə Fransa arasında müharibə olub, həm də Çinlə Yaponiya arasında baş verən müharibədir. Bu müharibədə məlum olan tərəf odur ki, burada Çin məğlub olur bu müharibənin gedişində. 1894-95-də məğlub olur və məğlubiyyət nəticəsində Vyetnam, Koreya və Tayvan üzərində nəzarəti itirmişdi. Bu Çin-Yapon müharibəsinin nəticəsidir. Sonra gəlirik, Çində savadlı, ziyalı təbəqə var. Həmin ziyalı təbəqə ölkənin geriləməsinin səbəbi və müharibələrdə məğlubiyyətin əsas səbəbi, ölkədə daxili vəziyyətin pisləşməsinin əsas səbəbkarı olaraq Mancur Tisin hökumətini görür.
Və Mancur Tisin hökumətdə qarşı mübarizə aparmaq üçün Birləşmiş İttifaq yaradılır. Həmin Birləşmiş İttifaq 1905-ci ildə yaradılır. Onların da rəhbəri Sun Yat-sen idi. Sun Yat-sen. Və Sun Yat-senin apardığı mübarizənin nəticəsində və yaxud da Birləşmiş İttifaqın üzvlərinin apardığı mübarizə nəticəsində 1911-13-cü ildə inqilab baş verir. Bu inqilab nəticəsində Mancur Tisin hökuməti 1912-ci ildə süqut edir. Və müvəqqəti konstitusiya qəbul olunur, ölkə respublika elan olunur, prezident idarə üsulu yaradılır, ilk prezidenti də Sun Yat-sendir. Və yaxud da həmişə uşaqlara, yəni belə deyirəm ki, 1912-də yadda saxlaya bilərsiniz ki, Çinə bir günəş doğdu və yaxud da bir günəş çıxdı artıq orada və həmin günəş sözündən Sun Yat-senin adını yadda saxlaya bilərsiniz. Hansı ki, Sun sözü də ingilis sözdür, bilirsiniz, günəş mənasını verir. Buradan yadda saxlaya bilərsiniz ki, ilk prezident idarə üsulu məhz 1911-13-cü il mübarizənin nəticəsində yaradıldı. 1912 kimi yadda saxlaya bilərsiniz bunu və ilk prezident də oldu Sun Yat-sen. Bu qədər.